Yəhya 18-ci fəsil. İsa'nın həbs olunması. İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri ora girdilər. Ona xəyanət eləyən Yahuda da bu yeri tanıyırdı. Çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı. Beləcə, Yahuda bir alay əskərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi. İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və kimi axtarırsınız deyə onlardan soruşdu. Ona cavab verdilər. Nazaretli İsa'nı. İsa onlara mənəm dedi. Ona xəyanət eləyən Yahuda da onlarla yanaşı idi. İsa onlara mənəm deyəndə geri çəkilib yerə qapandılar. Onda yenə kimi axtarırsınız deyə onlardan soruşdu. Onlar da Nazaretli İsa'nı dedilər. İsa cavab verdi. Sizə dedim ki, mənəm. Əgər məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər. Bunu elədi ki, əvvəlcə dediyi, mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım sözü yerinə yetsin. Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş şahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi. Onda İsa Peterə dedi, qılıncı qınına qoy. Atanın mənə verdiyi kasanı içməyinmi? Beləcə, minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsa'nı tutub əl-qolunu bağladılar. Onu əvvəlcə xananın yanına apardılar. Çünki xanan o il baş şahin olan Qayafanın qaynatası idi. Bu həmin Qayafa idi ki, bir adamın xalq uğrunda ölməsi yaxşıdır deyə Yəhudi başçılarına məsləhət vermişdi. Peterin ilk inkarı. Şimon Peter və başqa bir şagird İsa'nın ardınca gedirdilər. Baş şahin həmin şagirdi tanıdığı üçün o, İsa ilə birlikdə baş şahin həyətinə girdi. Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş şahinin tanıdığı bu şagird bayıra çıxıb qapçı qızla danışdı və Peteri içəri gətirdi. Bu arada qapçı qız Peterdən soruşdu. Yoxsa sən də bu adamın şagirdlərindənsən? O isə, xeyr, deyiləm, dedi. Soyuq olduğu üçün qullar və mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla yanaşı dayanıb isinirdi. Baş şahinin yanında sorğu-sual. O vaxt baş şahin İsa'dan şagirdləri və təlimi barədə soruşdu. İsa ona cavab verdi. Mən dünyaya açıq söyləmişəm. Yəhudilərin hamısının toplaşdıqları sinagoglarda və məbəddə həmişə təlim öyrədirdim. Mən heç nəyə gizli söyləməmişəm. Niyə məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar mənim söylədiyim şeyləri bilirlər. İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri, baş şahinə beləmi cavab verirsən? Deyib ona bir şillə vurdu. İsa ona cavab verdi. Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut elə. Əgər doğru dedimsə, onda məni nə üçün vurursan? Xanan onu əl-qolu bağlı halda baş şahin Qayafanın yanına göndərdi. Peterin ikinci və üçüncü inkarı. Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular. Yoxsa sən də onun şagirdlərindənsən? O inkar eləyib, xeyr, deyiləm, söylədi. Baş şahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul, səni bağçada onunla birlikdə görmədinmi? Deyə Peterdən soruşdu. Peter yenə inkar elədi. Həmin anda xoruz banladı. İsa vali Pilatın önündə. Sonra Yəhudi başçıları İsa'nı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər. Ona görə də Pilat bayıra onların yanına çıxıb dedi. Bu adamı nədə ittiham eləyirsiniz? Onlar Pilata cavab verdilər. Əgər bu adam cinayətkar olmasaydı, onu sənə təslim eləməzdik. Pilat onlara dedi. Onu siz götürüb öz qanununuza görə mühakimə eləyin. Yəhudi başçıları Pilata dedi. Bizim heç kəsi edam eləməyə icazəmiz yoxdur. Onlar belə dedilər ki, İsa'nın necə bir ölümlə öləcəyinə işarə eləyərək söylədiyi söz yerinə yetsin. Pilat yenə vali sarayına girdi. İsa'nı çağırıb ona dedi. Yəhudilərin padşahı sənsənmi? İsa cavab verdi. Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə mənim barəmdə danışdılar? Pilat dedi. Məyər mən Yəhudiyəm?
Səni öz millətin və başçı kahinlər mənə təslim elədi. Söylə, neynəmsən? İsa cavab verdi. Mənim padşahlığım bu dünyadan deyil. Əgər mənim padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi. Amma indi mənim padşahlığım buradan deyil. Pilat ona dedi. Demək sən padşahsan? İsa cavab verdi. Sənin dediyin kimi mən padşaham. Mən həqiqət barədə şəhadət eləmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs mənim səsimə qulaq asar. Pilat ona, həqiqət nədir, dedi. Bunu deyəndən sonra yenə bayıra, yəhudilərin yanına çıxıb onlara dedi. Mən onda heç bir təqsir görmürəm. Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad eləyirəm. İndi istəyirsinizsə sizin üçün yəhudilərin padşahını azad eləyim? Bunun cavabında onlar yenə bağırıb dedi. Bu adamı yox, Barabbanı azad elə. Barabba isə bir quldur idi.